Salam dəyərli izləyicilərimiz. Bugün sizləri Masazır qəsəbəsindən salamlarıq. Masazır qəsəbəsində çox gözəl bir ərazidə 6 sot torpaq sahəsində inşa edilmiş 3 mərtəbəli, 1-ci mərtəbə qaraj, 2-ci, 3-cü mərtəbə isə yaşayışdan ibarət olan 6 otaqlı, möhtəşəm, şəxsi tikili həyət evi təklifimiz var. Evin geniş həyəti var. Həyətin bir hissəsi tamit daşlı düzlənilib, digər hissəsi bağ kimi nəzərdə tutulub. Həyətində sanitar qovşağı, bisetkası, hovuzu, hər bir şəraiti var. Ön cərgədə yerləşir evimiz, mərkəzləşdirilmiş kanalizasiya sistemidir, küçəsi enlidir, qazı suyu işığı daimidir, sənədi kupçadır və qiymət çox münasib 265 min manata təklif olunur. Buyurub evimizlə daha yaxından, daha ətraflı tanış olaq. Geniş bağı, bağçası var, müxtəlif növdə bar verən meyvə ağacları var. Həyətin bu hissəsində isə baseyni yerləşir və əlavə olaraq bisetkası var. Girişdə belə bir kiçik dəhliz nəzərdə tutulub. Burada isə 2-ci mərtəbənin dəhlizi yerləşir. 2-ci mərtəbədə yerləşir bir qonaq otağı, yataq otağı, mətbəx, ayrı-ayrılıqda sanitar qovşağı. Burada yerləşir çox geniş qonaq otağı. Qonaq otağının sahəsi 60 kvadrat metrdir. İsitmə sistemi kombidir, kombidə quraşdırılıb hazırdır. Burada isə yerləşir 2-ci mərtəbədə olan yataq otağı. Yataq otaqlarda hər biri genişdir. Pəncərələrin qarşısı açıqlıqdır. İkinci mərtəbənin sanitar qovşağı. Sanitar qovşaqlar ayrı-ayrılıqda yerləşir. Döşəməsi istipoldur. Burada isə yerləşir mətbəxi, geniş mətbəxi var. Mətbəx mebeli quraşdırılıb hazırdır. Evin ümumi sahəsi 450 kvadrat metrdir. Buradan 1-ci mərtəbəyə, yəni qaraja eniş var. 1-ci mərtəbədə qaraj və əlavə olaraq təmirli yardımçı otaqlar yerləşir. 3-cü mərtəbənin dəhlizi. 3-cü mərtəbədə yerləşir 4 yataq otağı, ayrı-ayrılıqda sanitar qovşağı və eyvanı. Burada yerləşir uşaq otağı. Uşaq otağı olmasına baxmayaraq çox genişdir. Burada 2-ci yataq otağı yerləşir. Pəncərələrin hər birinin qarşısı açıqlıqdır. Çox geniş bir evdir. Üçüncü yataq otağı. Və sonuncu 4-cü yataq otağı. Üçüncü mərtəbədə yerləşən ayrı-ayrılıqda sanitar qovşağı, döşəməsi istipoldur, aksesuarlar quraşdırılıb hazırdır.